Muğam ifaçısı Məftun Məmmədov ağır qəza edib. Milli.az məlumat verir ki, Məftun Məmmədovun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq aşıb. Zərdabda baş verən ağır qəzada 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Muğam ifaçısı Məftun Məmmədovun atası və 2 yaşlı övladı da qəza nəticəsində dünyasını dəyişib. Belə ki, Məftun Məmmədovun atası İntiqam Məmmədov, həmçinin onun 2 yaşlı oğlu Tunar Məmmədov qəzada həlak olub. Avtomobildə olan başqa şəxslər Məftun Məmmədov, anası Rəna Məmmədova, həyat yoldaşı Sona Məmmədova və övladları Uğur və İntiqam isə xəsarət alıblar. Müğənni Çingiz Mustafayevin səhhətində problem yaranıb. NoComment.az məlumat verir ki, sənətçi bununla bağlı sosial şəbəkədə məlumat yayıb. O deyib ki, müalicəyə başlayıb. Çingiz bir müddət fizioterapiyaya gedəcəyini bildirib. Əlavə edək ki, sənətçi bir müddət əvvəl qolunda problem olduğunu və əməliyyat etdirdiyini açıqlamışdı.